Cüllüblağın təhsili indi bir yazılı mənbələrdə biz onu rast gələ bilmirik, amma belə bizdən yaşlılardan eşitdiklərimizə görə əvvəllər axundların yanında dini elə bil ki qruplar şəklində uşaqlara təhsil verirdilər. 30-cu illərdən başlayaraq artıq orada məktəblər yaradılıb. Əvvəllər deyək ki, orta məktəbdən əvvəl 4-cü sinif, 8, 9, sonra 10-cu sinif səviyyəsində təhsil məktəbləri başa gəlibdir. Sovet dövründən əvvəl normal məscidlər var idi. O kənddə 5 nəfərdən çox axund yetişmişdi. Onlar İranın Xoy, Xorasan kəndlərində gəlib, şəhərlərində təhsil alıb qayıtmışdılar. O dövrdə yəni xüsusilə dini təhsilə üstünlük verilirdi. Çünki yerli həm müəllimlər yox idi, həm də o vaxt yaradılmamışdı. O dövrlərdə İrəvan o quberniya sayılırdı, İrəvan xanlığı. O dövrdə oradan bizə müəllimlər gəlməyə başladı. Belə onlar qadınlar belə qızlar, qız idilər. Onlar gəlib o təhsili bizim məktəblərdə keçirdilər. Və onun bir nümunəsini deyək ki, Şəfiqə müəllimə, rəhmətlik Məhərrəmov, Məmməd Ali müəllimi yoldaşı. Məktəbdə, ümumiyyətlə kənddə belə bir ənənə var idi. Bizim deyək ki, o məktəbi bitirdiyimiz dövrdə. Hamı təhsilə can atırdı, oxumaq istəyirdi. Bunun da səbəbi var idi. Kənd yeri idi, ermənilərin içində yaşayırdıq. Onlar o oxumayanlara, sən deyən ilə şərait yaratmırdılar ki, onlar razı qalsın. Ona görə də məcbur idik oxuyaq. Özü də oxuyanların əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrə ali təhsil alırdılar. Ya müəllim kimi təhsil alırdılar. Az bir hissəsi həkimdir, müxtəlif texniki universitetlərə qəbul olurdular. Qalanları oxuyub qurtarırdılar, ali təhsil alıb, qayıdıb gəlirdilər kənddə onlara və yaxud rayonda onlara yer verilirdi. O qızlar mənim zənnimcə bizim rayona bir 7-8 nəfər gəliblər. Müxtəlif kəndlərdə onlar müəllimliyə başlayıblar. Sonra ailə qurublar, evləniblər. Və onların ilkin başlanğıc müəllimlərin, bax o zad oradan başlayıbdır. Kənardan müəllimlər gəlib. Çünki bizim özümüzdə o vaxt müəllim kadrları yox idi. Və sonradan artıq məktəblər yaranır. Cüllüblağ haqqında demək olar ki, Cüllüblağ o zona üzrə orta təhsil verən bir kənd idi və qıraq kəndlərin uşaqları da gəlib o kənddə təhsil alırdılar. Amma texniki universitetdə bitirib gələnlərə iş vermirdilər. Ona görə də həm o sahəyə gedən az idi, gedən də burada qalırdı. Azərbaycanda qayıtmırdılar. Əhalinin də oxumağa marağı çox yüksək idi. Şagirdlərin də həvəsi marağı yüksək idi. Belə fikirləşirdilər, savadı olmayan filan çobanın oğlu getdi oxudu, mən niyə oxumayım? Bax, belə bir müqayisə aparırdılar və ona görə də hamı oxuyurdu. İndi buradakı kimi müəllim yanına hazırlığa getmirdilər. Özləri və yaxud qonşular yığışırdı bir yerdə, hazırlaşırdılar və istədiyi ali məktəbə də qəbul olurdular. Deməli, məktəbin tarixi böyük olduğuna görə oranı bitirmiş və hal-hazırda Azərbaycanda müxtəlif vəzifələrdə işləmiş, tanınmış məzunlarımız çoxdur. Biz indi o məzunların özləri ilə bir olmasaq da, bir yerdə işləməsək də, görməsək də, amma fəxr eləyirik. Birinci növbədə Abel Məhərrəmov bizim məktəbin məzun olub və Azərbaycanda kifayət qədər nüfuzu olan böyük bir universitetin rəhbəri işləyibdir. Onunla yanaşı elmlər doktoru, professoru adını almış bir çox bizim məzunlar burada yaşayıblar. Bəziləri artıq rəhmətə gedibdir. Knyaz Əliyev İnşaat Universitetində professor idi. Mirzə Allahverdiyev Bakı Dövlət Universitetində professor idi. Qəmbər Namazov Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində professor idi. Onun kiçik qardaşı Vərqə Namazov mənim bildiyimə görə hal-hazırda Türkiyədə
Türkiyə universitetlərinin hansındasa orada işləyir, professordur. Sonra Qasım Mustafayev elmlər namizədi, indiki vəziyyətlə desək, riyaziyyat üzrə fəlsəfə doktoru. Cavanlardan var hal-hazırda dək yenə elmi dərəcələr alıblar. Onların hamısı Güllübulaq kənd məktəbinin yetirmələridir. Biz onlarla fəxr eləyirik və bundan sonra da fəxr eləyəcəyik. Məktəbimizin direktorları Hüseynov Lətif müəllim var idi. Əslən o da Yerevanlı idi. O da gəlib evlənib bizim şəhərdə qalmışdı. Sonradan o məktəb müəllimi, sonra direktor uzun müddət işlədi. Kənd kolxozun sədri vəzifəsində çalışdı. O da bir ziyalılardan biri idi. Məsələn Lətif müəllim. Lətif müəllimdən sonra İsa müəllim orada direktorluq eləyib. Abbasov Məhərrəm müəllim dərs deyib ondan sonra. Məktəbin, yəni fəxr ediləsi məktəbidir. Onun məzunlarının, o məktəbi qutaran şagirdlərin hansı mütəxəssisi olaraq harada olmasına asılı olma, onlar yüksək səviyyəli mütəxəssislər sayılırdılar. Bizim Güllübulaqın müəllimlərin əksəriyyəti həddindən çox savadlı, bilikli, belə tanınmış müəllimlər olublar. Onların əksəriyyəti 30-cu illərdən sonra bu qiyabi məktəblər ki açılanda bir hissəsi qiyabi məktəblərə qəbul olublar. Sonradan deyək ki, o qiyabi məktəbi bitirməyənlər davam elətdirib təhsilini, ali təhsil alıblar, əyani məktəblərdə oxuyublar. Qayıdıb gəlib kəndin özündə müəllim işləyiblər. Deməli, rayon üzrə ən çox ali təhsil alan müəllimlər Güllübulaq kənd orta məktəbində olubdur. Ona görə də o məktəbin müəllimlərinin bir çoxunu rayonun digər məktəblərinə müəllim kimi, məktəb direktoru kimi müxtəlif vəzifələrə çəkiblər. Rayon özündə vəzifələrdə işləyiblər. Kənd Sovet sədri, kolxoz sədri müxtəlif vəzifələrdə işləyiblər, amma savadlı müəllimlər olublar. Əməkdar müəllim Mustafayev Cəfər kimya üzrə müəllim işləyirdi. Onun da yetirmələri həddindən çox olubdu. Digər deyək müəllimlər, Şükür müəllim, Yusuf müəllim, Yunus müəllim, Məhərrəm müəllim, Mürtüz müəllim. Deməli, bax, bu müəllimlərin hamısı o məktəbdə nümunə olublar. Öz bilikləri, bacarıqları ilə o cavan kadrlara da nümunə olublar, onların yetişməsində də böyük xidmətlər olubdur. Və biz bu müəllimlərin hamısı ilə fəxr eləmişik. Baxmayaraq, indi bunların əksəriyyəti həyatda yoxdurlar, amma həmişə lazım olanda onların adını çəkməklə biz onları yad eləyirik, anırıq və onların bizə də göstərdiyi o qayğını unutmuruq. Kənd sakinlərinin məktəbə çox hörmətlə yanaşırdılar. Məsələn, müəllim gələndə, məsələn, küçədən keçəndə biz yolumuzu dəyişirdik ki, müəllimin gözünə görünməyək. Yəni ki, o bizi boş gəzən görməsin. Müəllimə xüsusi hörmət var idi. Harda olsa, məsələn, bir tədbirdə, bir şənlikdə həmişə müəllimi başa keçirərdilər ki, müəllim hörmətli bir şəxs kimi tanınırdı. Müəllimə xüsusi hörmət var idi kənddə. 1930-cu ildən sonra tikilmiş məktəb kiçik olub, tədricən korpusların sayını artırmaqla məktəbi böyütmüşdülər. Hətta 1970-ci, 71-ci ilə qədər məktəb o köhnə məktəbdə öz fəaliyyətini davam elətdirib. Amma o dövrdə kəndə yuxarısında düzənlikdə təzə məktəb tikildi. Deməli, təzə məktəb 3 mərtəbəli 5 korpusdan ibarət məktəb tikilmişdi. Belə müasir tələblərə cavab verən 1176 yerlik hər cür imkanı olan məktəb tikilmişdi. O 70-71-ci ildə tədricən köhnə məktəbdən təzə məktəbə dəyişdirildi. Bir müddət aşağı siniflər köhnə məktəbdə qaldı. Yuxarı sinifləri köçürdülər təzə məktəbə. Tədricən onlar da yuxarıda yerləşən məktəbə köçdü və orada fəaliyyətini davam elətdirdi. Biz 65-66-cı il tədris ilinin məzunlarıyıq.
məktəbdə o buraxılışın, indi da yeri gəlmişkən deyim, 12 nəfər medalla bitirib. Bu, həm Ermənistanda, həm də ki, Azərbaycanda belə bir hadisə olmuyor. Elə bir məktəb yoxdur. Amma bizim Güllübulaq məktəbi o kadrlarla, sonra həmin o məktəbi qutaran uşaqlar hamısı gəldi ali təhsil məktəblərinə qəbul oldu. O biliyin bazası üzərində. Məktəbin deyirəm də elə bir ənənəsi olub ki, onu biz həmişə ondan fəxr eləmişik. 12 nəfər medalist belə orada medalın belə bir qayda qanunu var idi. Kim medalla qutarır və əgər bir imtahanı 5 ilə verirdisə, o ali məktəbə qəbul hesab olunurdu. 40-50 nəfər, bəlkə də mən vallahi yadımda deyil, amma əsas o medalistlərin hamısı qəbul oldu. Biri konkursda düşmək şərti ilə. Hamısı, yəni o biliyin reallığı orada özünü göstərdi ki, yəni o medallar elə belə deyil. İdman yarışları təşkil olunurdu. Voleybol, basketbol, futbol yarışları. O digər məktəblərin, kənddə yerləşən digər məktəblərin şagirdləri, müəllimləri gəlir, təşkil edirdilər. Fən yarışları keçirilirdi. Kimya gecəsi, fizika gecəsi, ədəbiyyat gecəsi, qonşu kənddə yerləşən məktəbin müəllimləri və şagirdləri dəvət olunurdu. Bu Güllübulaq kənd orta məktəbində təşkil olunurdu. Çox maraqla deyək, bunu izləyənlərimiz olurdu, nəticəsi olurdu və bunu öyrənən digər məktəbin müəllimləri gedib öz məktəblərində də təşkil edirdilər. Belə çox maraqlı gecələr keçirirdik, tədbirlər keçirirdik. Rayon təhsil idarəsindən göstəriş olurdu. O göstərişlərin hamısını həyata keçirirdik. Keçdiyimiz həyat yoluna arxalanaraq deyə bilərik ki, biz həmişə təhsilə, elmə, biliyə üstünlük vermişik. Yəni bunu öz təcrübəmizdə də görmüşük. Yəni bilik hər şeyi pozur. Biz təhsil aldığımız illərdə də hamımız orada biz fərqlənirdik. Çünki bizim o gördüyümüz o şərait, o çətinliklər bizi məcbur edirdi ki, bizim oxumaqdan başqa yolumuz yoxdur. Ona görə də indi biz əgər qismət olsa, biz qayıtsaq o məktəbi daha necə deyirlər, kökündən yaradarıq. O qabaqçı Güllübulağın o məktəbin şöhrətini biraz da artıqlığı ilə özünə geri qaytara bilərik.